Ukrayna Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər nümayəndələr yaxın vaxtlarda Trampın sülh planını müzakirə etmək üçün Parisdə danışıqlar aparacaqlar, kritik danışıqlar aparacaqlar. Axios portalının məlumatına görə görüşdə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri iştirak eləyəcək. ABŞ dövlət katibi Marco Rubio'nun bu iclasda iştirak edib etməyəcəyi isə hələ ki sual altındadır. Görüşün əsas məqsədi, az öncə də qeyd etdiyim kimi, Trampın indiyə 20 bəndli olan sülh planının müzakirəsidir. Əsasən də burada Ukraynanın ərazi məsələləri, eyni zamanda Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı məsələlər xüsusilə qabarıq şəkildə müzakirə olunacaq. Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətlərinə gəlincə, ötən gün gecə, Bakı vaxtı ilə gecə ərzində görüş keçirilib tərəflər arasında onlayn formatda və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinə dair geniş şəkildə müzakirələr aparılıb. Vladimir Zelenski bu barədə Telegram kanalında məlumat verib və bildirib ki, bu görüşdə Birləşmiş Ştatları, ABŞ dövlət katibi Marco Rubio, Pentagon rəhbəri Pete Hegseth, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff, eyni zamanda Donald Trumpın məşhur kürəkəni Jared Kushner təmsil eləyib. Ukrayna tərəfindən isə başda Vladimir Zelenski olmaqla Ukraynanın digər rəsmi şəxsləri iştirak eləyib və indiyə olan məlumata görə hələ ki yekdil bir qərar yoxdur. Amma digər tərəfdən Vladimir Zelenski ümumiyyətlə Birləşmiş Ştatların bu prosesə qoşulmasını, ümumiyyətlə Ukraynaya təhlükəsizlik təminatlarının Avropadan yox, məhz ilk yerdə Birləşmiş Ştatlardan gəlməsini xüsusi önəm daşıdığını bildirib. Çünki Vladimir Zelenskinin sözlərinə görə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi indiki mərhələdə təkcə müharibənin dayandırılması yox, eyni zamanda istər yaxın, istərsə də gələcəkdə, uzaq gələcəkdə Rusiyanın növbəti dəfə Ukrayna hücumunun qarşısını alması rolunu oynayacaq Birləşmiş Ştatlardan verilən təhlükəsizlik təminatları. Ərazi məsələlərinə gəlincə, Vladimir Zelenski qeyd edib ki, bu prosesdə mümkün ərazi məsələləri yalnız referendum vasitəsilə həyata keçirilə bilər. Zelenski hesab eləyir ki, bu onun tək başına verəcəyi qərar deyil. Referendumsa təbii ki, seçki tələb eləyir. Digər tərəfdən isə Vladimir Zelenskinin açıqlamasına görə Birləşmiş Ştatlar Donbasın bir sıra ərazilərini demilitarizasiya olunmuş və azad iqtisadi zona formatına çevirmək istəyir. Amma Ukrayna tərəfində bununla bağlı bir sıra açıq qalan suallar var. Suallardan biri odur ki, bu zona ümumiyyətlə kim nəzarət eləyəcək, hansı qüvvələr nəzarət eləyəcək? Ümumiyyətlə burada Zelenskiyə istinad eləyərək bildirirəm ki, Birləşmiş Ştatların mövqeyi ondan ibarətdir ki, Donbasın bir hissəsində Rus qoşunları, söhbət bu demilitarizasiya olunmuş zonadan gedir. Bir tərəfində Rus qoşunları, digər tərəfdən Ukrayna qoşunları olsun və burada azad iqtisadi, ticari proseslər davam eləsin. Amma Ukrayna hələ ki narahatdır bu prosesdən. Çünki Vladimir Zelenski hesab eləyir ki, Rusiya tərəfi mülki qoşunlar adı ilə bu demilitarizasiya olunmuş zonaya keçə bilər və gələcəkdə mümkün təxribatlara əl ata bilər. İndiki məqamda isə tərəflər arasında yekun sülh planı razılaşdırılma ərəfəsindədir. Vladimir Zelenski qeyd edir ki, yekun plan yoxdur və bununla bağlı danışıqlar həyata keçirilir. Sülh razılaşmasının hazırki layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi olması nəzərdə tutulur. Bilirsiniz ki, Rusiya tərəfi ilkin sülh variantında, sülh müqaviləsi layihəsində, bəli, 500 min təxminən ordunun olmasını istəyirdi, amma Ukrayna tərəfi bundan razılaşmadı və qəti etirazını bildirdi. Donbas ümumiyyətlə mübahisəli ərazidir hazırda və digər tərəfdən, məsələn, Financial Times nəşri yazır ki, Trump administrasiyasında Donbasın bir hissəsinin, hazırda Ukraynanın nəzarətində olan hissəsinin Rusiyanın verilməsini istəyirlər. Bu ideya israrlı şəkildə irəli sürülür. Xüsusilə Steve Witkoff bunun tərəfdarıdır və nəşr qeyd edir ki, 6 dəfə Putinlə görüşən Steve Witkoff indiki mərhələdə hesab eləyir ki, əgər Ukrayna nəzarətində olan Donbasın həmin hissəsi Rusiyaya verilsə, bu ədalətli sülhə nail olmaq və daha uzun dağıdıcı müharibədən qaçmaq üçün yollardan biridir. Məhz bu
proseslər fonunda Financial Times nəşri hesab edir ki, Ukrayna üzərində təzyiq var bu məsələdə və istəyirlər ki, Zelenski bununla bağlı öz qərarını yaxın vaxtlarda versin. Ukrayna isə Avropadan dəstək davam etməkdədir. Avropa İttifaqı Şurası Ukraynaya 2,3 milyard avro makro maliyyə yardımını təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında məlumat verilib ötən gün. Amma digər tərəfdən Rusiyaya təzyiqlər də davam etməkdədir Avropa İttifaqı tərəfindən. Belə ki, yaxın vaxtlarda 20-ci sanksiya paketinin qəbulu nəzərdə tutulur. Avropa İttifaqı daxilində bununla bağlı son hazırlıq işləri gedir və bu paketə, bu sanksiya paketinə bu vaxta qədər kölgədə qalan məsələlər, həmin sahələr ki, hansı ki, bu vaxta qədər əhatə olunmayıb 19 sanksiya paketi çərçivəsində 20-ci sanksiya paketinə məhz həmin sahələri daxil eləmək istəyirlər. Burada söhbət Rusiyanın atom, polad istehsalı, neft və gübrə sənayesi də yer alacaq. Bu da təbii ki, Avropa İttifaqı hesab edir ki, həmin ölkələr hesab edir ki, məhz bu sahələrə də məhdudiyyətlər tətbiq edildikdən sonra Rusiya iqtisadi cəhətdən biraz da zəifləyəcək. Təbii ki, Rusiyanı zəiflətməyə çalışdıqca Avropanın özündə də bəzi çatışmazlıqlar yaranır. Bu çatışmazlıqlardan biri enerji çatışmazlığıdır. Bir sıra Avropa ölkələri bundan əziyyət çəkirlər. Macarıstan, Slovakiya, xüsusilə Serbiyanı qeyd eləmək istəyirəm və bu sanksiya proseslərinə görə Serbiya Rusiya ilə yeni müqavilə imzalaya bilmədi. Bu səbəbdən Aleksandr Vučić, Serbiya prezidenti bir sıra açıqlamalarla diqqət çəkdi ötən gün və bildirib ki, artıq Rusiya ilə müqavilə yoxdur. Bu səbəbdən Serbiya artıq digər ölkələrlə enerji müqavilələri, qaz müqavilələri imzalamağa başlayacaq yaxın vaxtlarda. Çünki Serbiya prezidenti hesab edir ki, ümumiyyətlə ölkədə əksər infrastruktur məhz bunun üzərindədir. Məsələn, prezidentin sözlərinə görə ölkənin demək olar bütün xəstəxanaları, bütün hospitalları məhz dizellə işləyir. Bu da həyati infrastrukturun deməli, təmin olunması üçün vacib bir komponentdir. Amma indiki vəziyyətə uyğun olaraq Vučić qeyd edir ki, hazırda enerji çatışmazlığı yoxdur, kifayət qədər resurs var, kifayət qədər alınıb, amma bundan sonraki prosesdə artıq enerji alınmalıdır və digər ölkələrlə müqavilələr bağlanmalıdır. Ümumiyyətlə, Avropaya enerji tədarükündə bilirsiniz ki, Azərbaycan xüsusi rol oynayır və son illərdə rəsmi Bakı özünü etibarlı enerji tərəfdaşı kimi artıq deyə bilər ki, sübut eləyib. Bu səbəbdən Avropa ölkələri maraqlıdır Azərbaycandan enerji tədarük etməyə. Elə bu kontekstdə ötən gün Macarıstan Xarici Ticarət və Xarici İşlər Naziri Peter Siarto sosial şəbəkədə açıqlayıb ki, yaxın 2 il ərzində Macarıstan 800 milyon kubmetr Azərbaycan qazı əldə eləyəcək. Mən xatırlatmaq istəyirəm ki, dekabrın 10-da bir neçə gün bundan öncə Azərbaycanın SOCAR və Macarıstanın MVM One Energy şirkəti arasında da yeni qaz təchizatına dair müqavilə imzalandı. Məndən isə bu saatlıq bu qədər, amma biz qarşıdakı efirimizdə daha maraqlı və daha dolğun məlumatları çatdıracaq. Təşəkkürlər, çox sağ olun. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Növbəti efirdə görüşənədək.